Salam, indi də gəldik termodinamikada iş. İlk öncə termodinamikada iş mövzusunda biraz anlayışımız olsun. Bax, elə düşünək ki, əlimizdə bir qab var və bu qabın üzərində porşenlə sıxılır, məsələn. Deyək ki, bir porşen var. Əgər bu porşeni aşağıya doğru sıxsaq, nə baş verir? Məsələn, bu qabın həcmi bayaqdan deyək ki, rastgələ deyirəm 5V idisə, sıxdıq bura qədər, gətirdik, indi oldu 3V. Yəni, həcm nədir? Azaldı. Bax, bu V həcm azaldı, qazın həcmi. Gəlin, qazı da göstərək. Aha, indi bu zaman bir var ki, iş görülən işdə xarici qüvvənin gördüyü iş, biri də var qazın gördüyü iş. Baxın, həcm azalıbsa, deməli bunu yuxarıdan başqa bir kənar qüvvə sıxıb da, bir kənar qüvvə iş görüb. Yəni xarici qüvvə bunu həcmi azaldıb və müsbət iş görüb. Əgər həcm azalırsa, qaz özü mənfi iş görür, xarici qüvvə müsbət iş görür. Yox, əgər tərsinə. Deyək ki, xarici qüvvə bunu sıxmayıb. Qazın özündə genişlənmə gedib, məsələn, temperatur artıb və ya başqa bir qazın özündə genişlənmə var və qaz genişlənib. Bayaqdan buradaydısa qab, indi genişlənib gəlib bura qədər. 3V-dən 5V-yə gəlib. Yəni həcm neyinib? Artıb. Əgər həcm artıbsa, başa düşürük ki, işi görən qazın özüdür. Daha doğrusu müsbət işi görən desən daha doğru olar. İndi həcm artıbsa, deməli qazın özü müsbət iş görür, qaz üzərində xarici qüvvə isə mənfi iş görmüş olur. Deməli, biz qazın gördüyü işin müsbət və mənfisini hardan bilirdik? Həcmin artıb azalmasından. Ümumiyyətlə, qaz üzərində iş görülürsə, bu iş həcmin hesabına görülür. Əgər həcm dəyişməsə, orada işdən söhbət gedə bilməz. Orada iş görünmür. İş yoxdur. Necə ki, bax, elə mexanikada mexaniki iş mövzusunda necə idi düsturumuz? Gəlin biraz da onunla əlaqələndirək. Deməli, A bərabər idi nəyə? F S-ə. Qüvvə neynirdi? Müəyyən qədər məsafə qət eləyirdi də, bir yerdəyişmə icra eləyirdi. Həmçinin də baxın, buradakı bax bu qaz neynir? Həcmi artanda yerdəyişmə eləyir də. Həcm artır, yerini dəyişir. Qaz molekulu buradan gəlir bura qədər, yaxud da yuxarıdan aşağı fərqi yoxdur. Yerini dəyişir. Yəni yerdəyişmə varsa iş var. Burada da yerdəyişmə rolunu oynayır nə? Həcm. Əgər bəs yaxşı həcm dəyişmirsə, məsələn, izoxor prosesdə biz bilirdik ki, izoxor prosesdə həcm dəyişmir. Bəli, izoxor prosesdə həcm dəyişmirsə, deməli iş də dəyişmir. Ümumiyyətlə iş də yoxdur. A bərabər olur 0-a. İndi bəzən də bunu bizə izoxor deməzlər. İzoxor deyəndə bəli bilirik ki, həcm dəyişməz. Deyək ki, məsələn, sıxlığın sabit qiymətində, sıxlıq dəyişmirsə, biz onu da deyək ki, başdan biz bilirdik ki, izoxor prosesdə həcm dəyişmir. Həcm dəyişmədiyi üçün həcmin hesabına sıxlıq da dəyişmir, konsentrasiya da dəyişmir. Yəni, bu üç kəmiyyətdən biri dəyişmirsə ideal qazda, məlumdur ki, heç biri dəyişmir. Ola bilər bizdə həcmdən deməz, deyər ki, konsentrasiya dəyişmir. Biz o dəqiqə bilməliyik ki, deməli həcm də dəyişməyibdir burada. Həcm dəyişməyibsə, deməli iş də görülməyibdir. Yəni, onu bizə fərqli formada suallarda verə bilər. Bircə dənə onu yadımızda saxlayırıq ki, həcm. Mütləq baxırıq ilk öncə nəyə? Həcmə. İndi gəlin, deməli, qazın gördüyü işdən düsturlara gəlin baxaq biz. Deməli, bir var qazın gördüyü iş, bir də var xarici qüvvənin gördüyü iş. Xarici qüvvənin gördüyü işə bir A desək, qazın da gördüyü işə H deyirik. Biz bilməliyik ki, qazın gördüyü iş əks işarə ilə xarici qüvvənin gördüyü işə bərabərdir. Yəni, ədədi qiymətsə eynidirlər, bircə işarələri fərqlidir. Biri mənfi olanda, biri müsbət olur. Niyə? Məsələn, bayaqki bu porşenlə sıxılanda görəndə həcm deyək ki, nə qədər dəyişməyib, bax bu H hündürlük nə qədər dəyişibdir. Bax, həcm nə qədər dəyişibsə, o xarici qüvvənin də işi o qədər olacaq, onsuz da qazın özünün də işi. Yəni, ədədi qiymətləri bir sözlə eynidir. Fərqli olan yeganə bunların nədir? İşarələri oldu. Düstur olaraq, deməli, işin düsturlarından A bərabərdir P delta V. Buradan P-ni olduğu kimi saxlasaq, delta V-nin yerinə nə yaza bilərik? V2 çıxılsın V1, yəni son həcmlə başlanğıc həcmi çıxırıq. Və yaxud da
R delta T, yəni temperaturun dəyişməsi və ya buradan kütlə ilə ifadə etməli olsaq, M, R, T yaza bilərik. İndi bizim yadınızdadırsa, bax bu təcilin bir dənə düsturu var idi, riyazi bir düsturu. Daha doğrusu həcmin V bərabər idi S vurulsun H-a. Bax, ola bilər ki, bu düsturdan da istifadə edələr. Burada axı biz delta V-dən söhbət gedir. Delta V olduğu üçün delta V bərabər olmuş olur. Bax, məsələn, deyək ki, bayaqki göstərdiyimiz o qabı göstərsək, biz bunu neynirdik? Porşenlə sıxanda və ya genişləndirəndə. Bax, bu aşağısının sahəsi olduğu kimi, ümumiyyətlə, qabın sahəsi olduğu kimi qalırdı da bu sahə qismi, düzdürmü? Sahə olduğu kimi qalır. Dəyişən nə idi bu? Həcm nəyin hesabına dəyişirdi? Hündürlüyün, bax buradakı H-ın hündürlük ya artırdı, ya azalırdı. Oturacağın sahəsi dəyişmirdi. Ona görə burada delta H yazırıq. Yəni, bax bu düsturların yerində A bərabərdir P delta V. Bunun yerində ola bilər ki, məsələlərdə görərik, bu S-lə olan düsturlarda görərik. Yazarıq P S delta H. Bax, bu V-nin yerinə işlətdik. Yəni, burada artıq S-dən H-dan asılılıq görəcəyik. Sonra, indi gəlirik əsas məsələyə. Termodinamikada iş mövzusunda çox önəmli bir şey var ki, PV qrafiki varsa, fiqurun sahəsi bizə işi verəcək. Hansı ki, baxın, indi gəlin qrafikimizi çəkək. Biz bilirdik ki, əgər qrafikdəki iki cəmiyyətin hasili ilə hansısa bir cəmiyyəti qrafikdəki cəmiyyətlərin hasili ilə tapanda fiqurun sahəsinə baxırdıq da. Yadınızdadırmı? Necə ki, baxın VT qrafikində fiqurun sahəsi ilə biz neynirdik? Yolu tapırdıq. Çünki S bərabər idi V vurulsun T-yə, düzdürmü? Bax, həmçinin burada da VT deyil, burada da yerində PV var da və düstura əsasən biz bilirik ki, P-ni V-yə vuranda işi alırıq, düzdür? Ona görə bax bu qrafiklərdə fiqurun sahəsi bizə hər zaman işi vermiş olacaq. Bax, altda qalan fiqurun sahəsi bizə verəcək görülən işi. Bu da mütləqdir. Bəzən yəni orada karıxırıq, istəyirik ki, düstur axtaraq. Xeyr, orada elə birbaşa fiqurun sahəsini götürəcəyik. Sonra baxaq görək nə var indi burada. Proseslər. İndi proseslərdən gəlin öncə bir düsturumuzu da yazaq, sonra keçək. Biz öncə bax daxili enerji ilə tanış olduq, istilik miqdarı ilə tanış olmuşuq, görülən işlə də artıq tanış olduq. İndi gəlin bir düstur yazaq bura. Daxili enerji, daha doğrusu istilik miqdarı bərabərdir. Daxili enerji üstə gəlsin görülən iş. Daha doğrusu delta U üstə gəlsin iş. Bax buradan əsas fikir verəcəyik nəyə? Bax bunların adlarını diqqət eləyək, yaxşı yadımızda saxlayırıq. Bax, bu Q nəyə bərabərdir? Daxili enerjidir. Yenə qarışdırdım bircə dəqiqə. Q istilik miqdarı deməkdir. İstilik miqdarı. Delta U daxili enerjinin dəyişməsi. Bir də var A, A da işə bərabərdir. Deməli, bir də bu düsturu indi buranı daha səliqəli şəkildə yazım, çünki bundan çox istifadə edəcəyik. Q bərabər olmuş oldu. Yəni, istiliyin miqdarı bərabərdir. Daxili enerjinin dəyişməsi üstə gəlsin görülən iş. İndi bax, gəlin bunu proseslərə, deməli, bir dəqiqə. Gəlin indi bunları vəziyyətə görə təsvir eləyək, baxaq. Məsələn, izotermik prosesə baxaq. İzotermik prosesdə nə dəyişmirdi? Temperatur dəyişmirdi. Yəni, temperatur sabit qalırdı, düzdürmü? İndi biz bilirdik ki, temperatur dəyişməyəndə verilmiş kütlədən söhbət gedir, daxili enerji də dəyişməyəcək. Temperatur dəyişmədisə, daxili enerji də dəyişmədi. Yəni, delta U getdi, yoxdur, sıfırdır. Delta U sıfırdırsa, onda elə Q nəyə bərabər olur? İstilik miqdarı nəyin hesabına artır? Sadəcə görülən işin hesabına. Onda istilik miqdarı bərabər olur birbaşa işə. Yəni, belə deyək də, istilik miqdarı iki şeyin hesabına arta bilir, azala bilir. Bir, daxili enerjinin, bir də görülən işin. Bax, bunu da necə yadımızda saxlayaq? Məsələn, deyək ki, daxili enerji axı temperaturdan asılı idi. İstilik miqdarının
artması üçün ya kənardan bir istilik verilməlidir, temperatur artırılmalıdır ki, daxili enerji artsın, ya da istilik iş görülməlidir. Məsələn, deyək ki, nə zaman insan istilənir? Ya ətrafda temperatur artanda, istilik olanda, məsələn, bir qızdırıcıdan istifadə edəndə, günəş olanda, günəş çıxanda və ya hərəkət eləyəndə, qaçanda, eləyəndə görsən qızışırıq və üstəki paltarımızı çıxarırıq, ya isti olur da, ya əlimizi bir-birinə sürtəndə içərisində istilik olur. Deməli, bax, bu istilik miqdarı bu iki şeyin hesabına yaranır. Bir daxili enerjinin, hansı ki, daxili enerji də asılıdır birbaşa temperaturdan. Temperatur dəyişməyəndə o da dəyişməyəcək. Və bir də görülən işin. İndi hal-hazırda izotermik proses olduğu üçün temperatur dəyişmədi, daxili enerji də dəyişmədi. Deməli, istilik miqdarı yalnız işin hesabına artmış oldu. Q bərabər oldu A-ya. İndi keçirik izoxor prosesə. İzoxor prosesdə hansı cəmiyyət dəyişmirdi? Həcm dəyişmirdi. Biz öncəki dərsdə də nə dedik? Əgər həcm dəyişmirsə, deməli iş də görülmür. İş yalnız həcmin hesabına görülürdü. İndi həcm dəyişmədi, iş görülmədi. Bəs bu istilik miqdarı nəyin hesabına artar? Sadəcə daxili enerjinin. Onda Q bərabər olmuş oldu. Delta U-ya və salam. Çünki iş görülmür. Burada yoxdur iş. İndi bizdən hər zaman izoxor deməz. Məsələn, ola bilər ki, desin ki, sıxlıq dəyişmir. Onsuz da biz bilirik ki, izoxor prosesdə həcm dəyişmədiyi üçün nə sıxlıq dəyişə bilir, nə də konsentrasiya dəyişə bilir. Və salam, biz eşitdik ki, sıxlıq dəyişmir, biləcəyik ki, sən demə həcm də dəyişməyibmiş. Həcm dəyişməyibsə, deməli iş də yoxdur. Yəni, daxili enerji bərabərdir istiliyin miqdarına. Burada hər zaman bizə V verməyəcək. Konsentrasiyanı da deyə bilər, sıxlığı da. Siz oradakı ipucunu tapmalısınız məsələdə. Bir dənə ipucunu götürüb ona görə işləməliyik. Sonra bəs gəldik indi üçüncü bir prosesə. İzotermikə baxdıq, izotermiklə U-nu təyin elədik, izoxorla işin görülməsini bildik. İndi də gəlirik izobar prosesə. Görək izobar proses necədir? İzobar prosesdə deməli daxili enerji dəyişir biraz delta U-nun hesabına, bir qismdə görülən işin hesabına. Bəs nə qədər? 0,6 Q bərabərdir delta U-ya, 0,4 Q bərabərdir işə. Yəni, məsələn, deyək ki, əlimizdə 10 dənə, indi dənə demək doğru çıxmaz, izah məqsədi ilə deyirəm, əlimizdə 10 dənə daxili enerji var. 10 daxili enerji varsa, bu 10 dənənin 6-sı daxili enerji deyirəm, istilik miqdarı yenə qarışdırdım. İstilik miqdarı varsa, bu 10 istilik miqdarının 6 dənəsi daxili enerjinin hesabına yaranıb, 4 dənəsi görülən işin hesabına. Yəni 0,6 daxili enerjiyə hesabına oldu, 0,4-ü görülən işin hesabına. İndi bunda məsələlərdə ipucunu tutmaq lazımdır ki, görək hansıdır. Bu da oldu nə? İzobar proses və gəldik sonuncu prosesimizə, adiabatik prosesə. Adiabatik prosesdə istilik miqdarı dəyişmir. Yəni, kənardan bir istilik miqdarı verilmir, belə deyək. Yəni, Q yoxdur. Bayaqdan biz Q-nün üstündə oynayırdıq da, məqsədimiz Q-nü artırmaq idi. Ha daxili enerji ilə, ha işlə bir yolla Q-nün üstündə işləyirdik, istilik miqdarından. İndi də bizə deyir ki, kənarla istilik mübadiləsi dayandırılır. Yəni, istilik miqdarı nə artır, nə azalır? İstilik miqdarı 0. Onda belə çıxır ki, əgər Q yoxdursa, onda Q bərabərdir 0-dırsa da kənardan, onda U bərabər olur işə, A-ya. Delta U bərabərdir A-ya. Yəni, nə qədər iş görülsə, o görülən iş qədər daxili enerji dəyişir və yaxud da daxili enerjinin dəyişdiyi qədər iş görülür. Bax, belə.